Mədə-altı vəzin xəstədir deyən insanlar, bu şikayəti deyən insanların 90%-də mədə-altı vəzində heç bir problem yoxdur. İzah edeyim, nəyə görə? Bəzi xəstələrimiz köp, həzmsizlik, bəzən də qarın ağrısı şikayəti ilə ultrasəs müayinəsində bizim el dilində isə UZI gedir. UZI-də yazılır ki, mədə-altı vəzində exogenlik artışı və ya digər cüzi bir problemlər yazılır. Və bu UZI nəticəsilə xəstə həkimə gedir və bir sürü firma dərmanlarından ibarət resept yazılır. Bu reseptin köməyi olurmu? Xeyr. Nəyə görə? Çünki xəstələrin mədə-altı vəzində heç bir problem yoxdur. Mədə-altı vəz xəstəlikləri iki yerə bölünür. Deməli, kəskin pankreatitlər, xronik pankreatitlər. Kəskin pankreatitlər zamanı mədə-altı vəz elə bir ağrı verir ki, bu ağrı heç bir ağrı kəsiciyə cavab vermir. Hətta xəstənin həkimə gəlməsinə belə mane ola bilir. Xronik pankreatitlərdə az ağrı ola bilər, amma xəstədə inanılmaz dərəcədə ishal və qanı getmə ola bilər. Ona görə də mədə-altı vəzim xəstədir deyən insanlar məsləhət görürük ki, daha ətraflı şəkildə müayinə olunasınız. Çünki bunun altından mədənin, bağırsağın, öd hissəsinin, qaraciyərin, digər xəstəlikləri çıxa bilər. Təşəkkür edirəm.